44 günlük müharibədə, Vətən müharibəsində mənim oğlum müharibədə ola-ola, səngərdə ola-ola, vuruşa-vuruşa Kəbra xanım mənim başımı boyun açdı. Yəni bir dəfə də mən bu yaşamışam, bunları yaşamışam. Dedim ona ki, bəs oğlum müharibədədir, evdə 2 dənə körpəsi var. Mən onlara 5-10 gün pul aparıram, saxlayıram onları. Dedi, mənə sənin oğlun səngərdə nə gəzir? Ya çəkindi, neysəm, dükanı qaytartdırdı mənə. Mən bilmirəm ki, mən onlara oğlum onlara düşmən kəsilib, oğlum erməniyə güllə ata-ata, bunlar mənə güllə atırlar. Qoçuları mənə güllə atır. Dilənmirəm. Mən razıyam, onun işləmə qabiliyyəti yoxdur. Oğlum erməniyə güllə atır, bunlar mənə güllə atırlar, oğluma güllə atırlar. Elə bir biz erməniyik. Ol da qazi anası, şəhid anaları gəlib düşür mənim ayağımın altına. Mən Kamilova Səidə Həsənağa qızı 44 günlük Vətən müharibəsində qazi olan Ramil Kamilovun anasıyam. Bu efir vasitəsilə Prezident cənab İlham Əliyeva və birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edirəm. 1995-ci ildən 2025-ci ilə qədər mən Binə Ticarət Mərkəzində işləmişəm. Ancaq bu yaxınlarda da Kəbra xanımın qoçuları məni bazarda sürütdülər. Mehriban xanım, mənim müraciətim şəxsən sizədir. Mən neçə illərdir işləmişəm, yəni o bazarda mənim böyük hörmətim olub. Ancaq oğlum xəstə olandan sonra onun müalicəsinə mütləq mən kömək etməli idim. Ona görə onun iş qabiliyyəti yoxdur. O ölməmək üçün, yaşamaq üçün mən əlimdən gələni eləyirəm. Qazandığım pulları da onun dərmanlarını xərcləyirəm. Çalışıram ki, mənim oğlum yaşasın. Əsas mənim müraciətim Mehriban xanım Əliyevadır. Dəfələrlə siz qazi anaları ilə görüşürsünüz. Mən də orada oluram. Çox bizi yaxşı qarşılayırsınız. Bizi ilə müsahibələr aparırsınız. Dərdlərimizi soruşursunuz. Yəni biz hamısımıza hörmət edirsiniz, hörmətlə yanaşırsınız. Ancaq Kəbrə bizi hörmət eləmir. Qazi anası kimi məni o günləri hamısının qabağında, bazarın qabağında bütün mallarımı bir saatın içində qoçuları çıxarıb atdılar. 6 gün olar. 6 gün olar ki, Kəbrənin qoçuları dükana hücum elədilər. Mənim bütün mallarımı bir saat ərzində bayıra atdılar və məni də qolumdan tutub sürütdülər. O dükkanı satmaq məqsədi ilə mənim mallarımı çölə atdı. Bura sizin yeriniz deyil. Burada hamısı aptavoylar olmalıdır. Burada kişi mallarıdır. Sənin yerin burada artıqdır. Həmən sıra da 3-cü sıra 2 ildir ki işləyir. Yəni bu vaxta qədər 3-4 dənə dükan işləyirdi. Bu 10-15 ilin ərzində. 1-2 il olar ki, həmən bu dükanlar köçmüşdü bizim sıraya. Ona görə də bu dükanı çox baha qiymətinə satmaq istəyirdi. O vaxt dükanlar əgər 5.000, 6.000 idisə, indi həmən dükanları 90.000-ə, 100.000-ə satır. Sən burada daha işləmirsən, bəsdir, gedək otur evində, bozbaşıvı pişir. Sonra sən burada daha işləmək vaxtın keçib, sənin yaşın var. Kəbrə bunları atmamışdan qabaq, sizi bu bazarın ortasında sürməmişdən qabaq, ondan qabaq hansı vədləri verib sizə bazarda həmin mağazanı boşaltmağınızı göstəriş verdi? Kəbra xanımla belə söhbətimiz oldu ki, dükanı boşaldandan sonra mən sizə 8.000 verəcəyəm, sən də firmaların pullarını ödəyərsən. Bu söhbətdən sonra Kəbra xanım üstündən heç 5 gün keçməmiş, vergi pulunu, işıq pulunu, sonra yer pulunu, vergi pulunu hamısını məndən alandan sonra qoçu dəstəsini mənim üstümə göndərdi. Və dedi ki, 1 saatın içində dükanı boşaldım. İşığımızı da kəsdilər. Bizi qaranlıqda, gözü görmür, o qədər malı biz necə çıxardaq? Onun qoçu dəstəsinə Bəhruz, qardaşı oğlu Turan, kürəkəni Əkbər, sonra Rövşən, bunlar daxil idi.
Onlar mənim qolumdan tutub çölə atdılar. Özü də qonşularım hamısı kişi xeylaqlarıdır, kişi malları satanlardır. Bir dənə qadın mən orada mənim qolumdan tutub atdılar kişilərin qabağında. Məni alçatdılar. Məni bir qazi anası kimi hörmət eləmədilər. Mənim oğlum erməninin üstünə gedib. Ancaq sən qoçularımı mənim üstümə göndərmirsən. Bu düzgün hərəkət deyil. Heç erməni erməniliyi ilə bunu eləməz. Ancaq siz məni elədiniz. Mən Kəbirə xanıma dedim ki, mən qazi anasıyam. Hamı mənə hörmət eləyir. Ancaq o bir qazi anası olduğuma görə mənə hörmət eləmir. Və dedi ki, nə olsun qazi anasısan? Gözüm aydın. O qədər qazi anaları var ki, mən Kəbirə xanıma nə qədər yalvardım. Dedim, Kəbirə xanım, mənim oğlumun iş qabiliyyəti yoxdur. Mən burada qazandığımı onun dərmanlarına verirəm. Onun 2 dənə körpəsi var evdə. Onun körpələrini saxlayıram. Mən ağladım. Dedim, sənin də nəvən var. Sən də məni başa düşməlisən. Dedi, ol da qazi anası. Şəhid anaları gəlib düşür mənim ayağımın altına. Bəs belə Kəbriyə nə deyəsən? Bundan sonra nə deyəsən ona? Qan utdurur. Bütün bazar onun əlindən ağlayır. Bütün bina bazarı onun əlindən ağlayır. Əvvəl özü gedib boşaltdırırdı dükkanı. İndi qoçularını göndərir. Fikir vermir, cavandır, yaşlıdır, gəlindir. Mən o sözü Kəbirə xanımdan eşidəndən sonra ki, şəhid anaları mənim ayağımın altına düşür. Mən söz tapa bilmədim onu deməyə. Söz tapmadım ki, bu insanda insaf deyilən şey yoxdur. Bu insan nə tər adamdır ki, ya bu sözləri deyir. Bu ana deyil, bu nənə deyil, bunun da nəvəsi var, bunun da övladları var. Bu sözləri necə dilə götürmüsən sən? Mənim oğlum müharibədə böyrəyini itirib. Bu yandan əsəbləri pozulub. O hər gün dərmanla yaşayır. Hər gün biz onu dərman alırıq. O dərmanlar olmasa, mənim oğlum yaşamaz. Bax, bu insan nə qədər harınlayıb ki, deyir ki, şəhid anaları mənim ayaqlarımın altına düşür. Bu insan üçün bir tədbir görün. Bu o qədər harınlayıb ki, bunun gözündə nə şəhid var, nə qazi var. Ancaq özünü, bir də qoçuları, bir də ki, uşaqlarını düşünür, öz qohumlarını düşünür. 44 günlük müharibədə, vətən müharibəsində mənim oğlum müharibədə ola, səngərdə ola, vuruşa, Kəbirə xanım mənim başımı boyun açdı. Yəni, bir dəfə də mən yaşamışam, bunları yaşamışam. Dedim ona ki, biz oğlum müharibədədir, evdə 2 dənə körpəsi var. Mən onlara 5-10 gün pul aparıram, saxlayıram onları. Dedi, mənə sənin oğlun səngərdə nə gəzir? Dükkanı qaytartdırdı mənə. Mən bilmirəm ki, oğlum onlara düşmən kəsilib. Oğlum erməniyə güllə ata-ata, bunlar mənə güllə atırlar. Qoçuları mənə güllə atır. Bu Kəbirə üçün Nurjenlə bir dənə tədbir görmürlər. Mən orada dilənmirəm. Mən orada işləyirəm, 5-10 köpük pulumu qazanıram. Evə aparıb uşaqlarını dolandırıram, oğlumun uşaqlarını dolandırıram. Oğlum qazidir, onun işləmə qabiliyyəti yoxdur. Siz Kəbirə xanım, bunları bilə-bilə, bilirsiniz ki, mənim oğlum müharibədə olub, mənim oğlum qazidir. Oğlum erməniyə güllə atır, bunlar mənə güllə atırlar, oğluma güllə atırlar. Elə bir biz erməniyik. Bunlar üçün bir dənə tədbir görün, xahiş edirəm. Mehriban xanım, bunlar üçün bir tədbir görün. Bunlar bazarı alt-üst eləyiblər, qoçuları bazarda hamısının başını boyunu açırlar. Tək mən deyiləm. Kəbirə xanım nə ilə məşğuldur bilmək olmur. Elə bir ki, Azərbaycan xalqına düşmən kəsilib. Bütün bazar, onun əlindən qan ağlayır. Oğlum 44 günlük vətən müharibəsində mənim oğlum orada olan mənim dükkanımı verdilər, satdılar. Solmaz var idi, onun qardaşı arvadı. Kağızı götürüb göstərdi mənə ki, dükkanı satmışam. Dedim, kim satıb, kim alıb, demədi mənə. Ancaq mən sonradan bildim ki, mənim qonşum Fəqanı satıblar. Fəqan dedi ki, bibi, məni aldatdılar. Dedilər ki, Səidə xanım bu dükkandan çıxır. Ona görə mən dükkanı aldım. Dedim, bəs mənə soruşmadın, niyə soruşmadın məndən? Dedi ki, bəs mən pulu da vermişəm, pulu da ödəmişəm, xanım dükkandan çıxır. Almasan başqa birisi almalıdır. O da Kəbirənin bacısı əri idi, dükkanı satan. Qonşuma satmışdı, Fəqan adlı oğlana. Fəqan gəldi sonra, getdi pulunu aldı, məndən də gəldi 50 dəfə üzr istədi.
Bibi, mən bilmədim ki, siz dükandan çıxmırsınız. Deməli, bunları hamısını eləyən onun qardaşı arvadı, bir də Kəbrə xanım. Ən çox da Kəbrə xanım orada qoçuları ilə ağalıq eləyir. Ən çox onlar eləyirlər, qoçuları. Adlarını yenə deyərəm. Onun qardaşı oğlu Turan. Onun kürəkəni Əkrəm. Onun orada işləyən Bəhruz. Hamısı onun qohumlarıdır. Mən qadın ola, məni oradan, qolumdan 2 nəfərə tutdular, atdılar məni bayıra. Çölə atdılar, mallarımı da dedilər, 1 saatın içində 2 dənə fəhlə götürdülər. 2 dənə fəhləni, 2 dənə arabanı saxlayıb, mallarımı içəridən boşaltdırdılar. Çölün ortasına. Düz axşam saat 7 olardı, mallarım qaldı çöldə. Səhər gəlib görmüşük ki, malların yarısı yoxdur. Mallarımı oğurlayırlar. Qalanlarını da daşıyırlar bazarın ən axır, ən ucqar yerinə. Adam olmayan yerinə, işləməyən yerinə. Mallarım tökülüb qalıb indi orada. Firmalar borclarını istəyirlər. Bu yandan mən banka pul ödəməliyəm. Bu qədər borcla məni Kəbrə xanım çölə atdı. Xahiş edirəm sizdən, Mehriban xanım, Kəbrə xanım üçün çağrı qılın. Onun qoçuları üçün bir çağrı qılın ki, bunlar işləyir deyə 2 ildir. Yəni ki, işləyir deyə həmən dükanlar indi 120 minə, 100 minə, 90 minə neçə oldu satırlar. Ona görə də mənim dükandan çıxardırlar ki, biz o dükanı 90 minə satırıq. Mən Kəbrə xanıma dedim ki, 20 minə yaxın mənim üzə borcum var. Həm firmalara, 8 min də banka. Heç olmasa o pullardan mənə yarısını verin, firmaların pullarını mən ödəyim. Ancaq o buna əvvəl razı oldu. Demə o yalandan razı olub. Mən firmanın mallarını çölə atandan sonra dükanı bağlayıb açarı verəndə dedi, mən elə söz deməmişəm, mən sənə pul verməyəcəyəm. Yəni o pulları mən sizə qaytarmayacağım. Mehriban xanım məni külli miqdarda ziyan dəyib. Çox xahiş edirəm. Və bunları araşdırın. Mən bir qazi anası kimi sizdən çox xahiş edirəm. Mənə bu qədər ziyan dəydiyinə görə Kəbrə xanım bunları hamısını ödəməlidir.